Salam hörmətli izləyicilər. Xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə toyuqlarda həzm da, yəni yediyi yemi yaxşı sinirənməyəndə nə vermək lazımdır, nə etmək lazımdır, o haqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, toyuqlarda bu problem ola bilər. Yəni xüsusən bu cücələrdə olur. Yəni balaca, belə deyək də, 2 aylıq, 1 aylıq cücələrdə. Ancaq bir də görsəm böyük toyuqlarda da bu şey olur da, yəni bu çox yeyirlər, eləyirlər və 2 gün, 3 gün görsən həmən yem dəndiklərində qalır. Onda əziz izləyicilər, bir çox üsullar var, onlardan vermək olar. Toyuqlarımızın yarısı o biri tərəfdədir, suları qutarıbdır deməli. Yadımdan çıxıb su qoymamışdım da, yəni az idi. Dünən səhər-səhərdə yer vardı, oraya getdim. Suları qutarıbdır, su qoymuşam, çöldə içirlər. O yüzden görürsünüz gəlirlər, qaranlıqda içib gəlirlər. Həmçinin toyuqların yarısı o biri tərəfdədir. Nəysə, keçən mövzumuza. Yəni bu ola bilər elə toyuqda da, cücədə də. İlk öncə cücələrə mən həmişə demişəm, nanə çox yaxşıdır. Yəni nanə arağı var. İndi bilənlər bilir, o spirtli araqlardan deyil. Yəni onu xüsusi çəkirlər. Müəyyən insanlar bilir. Deməli, əziz izləyicilər, onu elə uşaqda köpsat olanda da verirlər. Bu deməli, onu indi siz toyuğu, məsələn, böyük toyuqdursa 2 qram, 3 qram şeyə çəkib şpritsə belə verə, belə uduzdura bilərsiniz. Yəni bu şpritlə boğazına tökə bilərsiniz. Balaca cücələrdə isə sularına qatıb versin. Məsələn, 1 litrə bir 10 qramca da nanə arağından. Araq deyəndə, yəni yenə deyirəm, spirtli araq deyil də. O gülabı zadı necə çəkirlər, onu da elə çəkirlər. Yəni o şey üçündür, belə deyək, insanlar onu içir, o mədəsinə köp zad olanda, ağrı zad olanda. Yəni bax, bu onun üçündür. Balaca cücələrin də suyuna qatıb verirsiniz. Ondan sonra siz, deməli, əziz izləyicilər, o nanənin özünü, yəni çox insanlarda kət yerində olurlar, həyətlərində nanə bitir. Kimdə də yoxdur, belə deyərdim, alıb şey eləyə bilər, yəni belə deyim, dəstəsini də, məsələn, 10 litr suya 2-3 dəstə eləyib, yəni böyük toyuq üçün 2-3 dəstə qaynadıb, yəni onun ziyanı yoxdur, çox diləsəz olar, qaynadıb verirsiniz və sularını içirlər. Bu da toyuqların o həzminə çox yaxşı şey deyir, yəni kömək edir. Qaynadısınız, həmən suyu qoyursunuz, soyur və başlayırsınız şey eləməyə, onları qabağına qoymaq. İndi balaca cücələr biraz, məsələn, 10 litr suya 2 dənə, 1 dənə yarım belə edə bilərsiniz. O qaynayır, su biraz yaşıllaşır və nanə elə bir ora keçir də. Bu həm də, əziz izləyicilər, cücələrdə kık zat olanda xırıltı zat. Bax, o nanə ona da xeyirdir, yaxşı götürür. Yəni bax, bu üsullarda toyuqlara verə bilərsiniz. Ümumiyyətcə həm vitamindir, yəni yaşıllıqdır, həm də ki, əziz izləyicilər, belə deyək də şeydir, o xırıltısını həm də sinir elə bir həzmək çox yaxşı, sinirməyə də yaxşı təsir edir və toyuqlar yaxşı, belə deyim, yediklərini sinirirlər. Bir də əziz izləyicilər, apteklərdə satılır, kömürdür, 20 qəpikdir 10 dənəsi, tabletka halında. Ondan alırsınız, deməli, toyuqlara uduzdurursunuz. Hansı toyuqda var o, ondan uduzdurursunuz. Cücələrə də əgər elə şeylər varsa yeminə qatıb verə bilərsiniz. Məsələn, 10 dənəsini 1 kilo yemə qatıb verə bilərsiniz ki, şey eləsin, necə deyim, sinirməsinə kömək olsun. 10 litr, daha doğrusu 10 tabletkanı şeyə,
1 kilo yemək, indi hansı yemdən verirsiniz onu, bəzən 2 aylıq düzələrdi, deyəcək imişli yemi veririk, yekəsini ona necə qataq. Onu istadın, o yem şeydə, kömürü də əzin, elə verə bilərsiniz. Ancaq böyüklərə uduzdura da bilərsiniz. Yəni 2 aylıq düzələrdirsə, onlara çalışıb bölüb 2 aylıq düzələ yarım tabletkanı uduzdura bilərsiniz. Əgər xasındasa o şey var da, yəni belə deyək, sinirmə problemi, həzm problemi varsa elə edə bilərsiniz. Hamısı çölə çıxdı toyuqların. Gəldilər. Yəni böyük toyuqlara o kömürün, yəni çox da ucuzdur, şeyini verə bilərsiniz da, tabletkasını verə bilərsiniz. Balacalılar isə 2 aylıqlarına ya 3 aylıqlarına da para tabletka verə bilərsiniz. Onu dedim ki, əziz izləyicilər, o çox, bayaq dediyim kimi çox ucuz dərmandır. Bir paşkası 10 dənəsi, yəni 20 qəpik, indi qalxsa bir 30 qəpik olacaqdır. Yəni ondan alıb belə deyim, verə bilərsiniz. Həmçinin də o, misal üçün həyətdə kebab zat bişirirsiniz, köz zad olur, yəni kömür, belə deyək də, taxta kömürü. Ondan da belə toyuqların içinə tökə bilərsiniz, damazada. Həm o toyuqların bitinin zadına da biraz da xeyirdir, düzdür, kül daha xeyirdir. Həm də ki, onu toyuqlar yeyirlər, o kebab çəkilən kömürü. O çox xeyirlidir, yəni toyuqlar üçün sinirmə sisteminə zada şeydir, belə deyək də, çox xeyri olur. Yəni yaxşı şey deyirlər, bu şeyə, həzmə yaxşı kömək edir. Yəni elə eləyib verə bilərsiniz. Yəni bax, sinirmənin, həzmin bir nömrəli dərmanı kömürdür. Kömür çox yaxşı təsir edir. Bir də əziz izləyicilər, məndə olmuşdu ki, 3 dəfə eləmişəm, çox da gözəl olubdu. Yəni düzdür, onu sizə məsləhət görməm, siz də eləyə bilməzsiniz, o yeni başlayanlar. Əgər toyuq, böyük toyuqdur, 2 gün, 3 gün sinirə bilmirsə və nə dərmanı verirsiniz, yenə də xeyri yoxdursa, mən onda dəndiyini bir balaca lezvanla kəsirdim və kəsəndən sonra içindəkini bütün çıxardıb, sonra isə iynələ tikirdim. 3-4 günə yapışırdı, sonra yavaş-yavaş saplarını çıxardırdım. Yəni vallah eləmişəm, yəni bunu əməliyyatda belə deyək ki, və saplarını çıxardırdım, şey olurdu, belə deyək, yarası bitişirdi. Sonra isə o məhv olub gedirdi, yəni o yara olurdu şey, onun adı nə idi, belə deyək, sağalırdı, heç elə bir elə şey kəsilməyibdi toyuq. Yəni bunu mən eləmişəm, düzdür, indi hər kəsə məsləhət görməm, çünki siz bilməzsiniz onu necə o əməliyyatı eləyirlər. Ona görə toyuğu məhv edərsiniz, sonra deyirsiniz ki, sən dedin. Amma mən yəni o sinirmədə elə etmişəm cücələrdə. Yəni olubdur böyük toyuqlarda da. Yəni bax o görürsüz də, bax məsələn xoruzda dəndiyini belə kəsmişəm, içindəkini çıxartmışam. Sonra isə iynə ilə tikib və bir həftədən sonra zat o belə bitişir. Sonra onda lezvanla yenə də şeyləmlə qışqırdılar. Sonra şeyləmişəm, onun adı nə idi? Sapını çıxartmışam. Sapını çıxardandan sonra da niyə qışqırırlar? Nə görürlər bunlar? Kamera işığındandır, nədəndir? Sonra isə elə bil ki, şeyləmişəm, yəni sapını çıxartmışam və özü bitişib. Normalda olubdur, heç birinə də bir şey olmayıbdır. Nə ölməyib, nə şey olmaz. Amma sizə məsləhət görmürəm, çünki siz yenisiz, onu bacarmazsınız. Bax, belə əzizlərcə, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əzizlərcələr, salamat qalın və gözəl videolar gəlir.